sakitlik axtarıram, düzüm sözləri sapa. Baxım doğan günəşə, salam verim sabaha. İçimdə fırtına üsyan edir, susmayır. Sizin adətinizlə mənim fikrim tutmayır. Dayım deyir, bu kəndin öz dəbi adəti var. Dəfnə qədəm basmazlar, ta qədimdən xanımlar. Sənə olan hörmətim qəlbdə qoyur arzum. İllərlə yol gözlədim. Həsrətin sonu bu mu? Ad gününə hazırlıq mən etmişdim əvvəldən. Hardan bilim 31-i sən özün gələcəksən. Boynum qıldan incədir bu adətin yanında. Görüşünə gələrik dəfindən sonra onda. Düzərik çiçəkləri sevə-sevə köksünə. Bəlkə ürəyimdəki alov sönə, od sönə. Bəlkə fırtınalar sakitləşə ömürlük. Sən bir dəfə ölmüsən, bizsə hər gün ölürük. Zolə qərib. 33 il, 8 ay, 5 gündən sonra qardaşımın nəşi tapıldı. Mən də istəyirdim o tabutu bir küncünü daşıyım. Amma kəndimizin adəti, dayımın sözləri bu arzumu ürəyimdə qoydu. Məsləhətinə şükür, qismət beləymiş. Səni mənə yetirən Rəbbimə şükürlər olsun. Mən səni görmək üçün Xocalıya getdim. Yanından ötəndə bir video çəkdim. Dedim, sən yatan torpağa həsrət qaldığımız kimi ayaq basmağa da Allah Taala mənə həsrət qoydu. Hardan biləydim ki, bax elə o anda beşinizin də nəşi Bakıya göndərilir. Mən o yana, sən bu yana. Şükür məsləhətinə. Ad günündə torpağa tapşırdıq. Hamı göz yaşı axıtanda mən Allahıma şükür edirdim. Şükürlər olsun. Gözlərim yoldan yığıldı. Şükürlər olsun. Səni bizə qovuşdurdu. Sənin yerin rahat idi. Vətən torpağının bir parçasında beşiniz də uyumuşdunuz. Fikrət, Mübariz, Mikail, İlham, Elçin. 5 qardaşım torpağa tapşırıldı. Mənim qardaşım da ad günündə, 57 yaşı tamam olan gündə. Təsadüfə baxın siz. Şükür məsləhətinə ya Rəbb. Unudulmayan bir tarix. Doğulduğu gündə, anadan olduğu yerdə torpağa tapşırılan itkin, şəhid. Çox şükür ya Rəbb. Çox şükür sənə. Çox şükür ya Rəbb. Çox şükür yenə. Xoşbəxtəm. Səni mənə yetirən Allaha şükür və təşəkkürümü bildirirəm. Bugün qəlbimdən bu gəldi.